Hər vaxtınız xeyir olsun əziz valyuta izləyiciləri. Günün vacib xəbərlərini sizinlə bölüşdük. Xəbərlərə keçməmişdən əvvəl səhifəni bəyənib izləməyi unutmayın. Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır. Bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan vergi məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Yeganə Şadlıq Sarayının dövlət qarşısında vergi borcunun yarandığı üzə çıxıb. Şadlıq Sarayının vergi borcu 47.890,28 manat olub. Daha 207 mənzil ucuz qiymətə satışa çıxarıldı. İpoteka və kredit zəmanət fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 207 yeni tam təmirli mənzili vətəndaşlara təqdim edib. Midə-Abşeron rayonu Saray qəsəbəsində yerləşən 4,5 hektar ərazidə yeni çoxmənzilli və qeyri-yaşayış binalarının tikintisi ilə bağlı müqavilə imzalayıb. Tikinti işlərinin icrası üçün 31.255.488 manat olan müqavilə bağlanıb.